Salam, hər vaxtınız xeyir. Bugünkü mövzumuz əvəzlikdir. Əvəzlik hamının yaralı olduğu yerdir, lor dildə desək. Çünki çox, belə desək, xırdaçı və çox diqqət tələb edən testlərdən biri də elə əvəzlikdir. Burada biraz oxuyub anlamaq lazımdır ki, əvəzlik nədir, necədir, yiyəlik əvəzlik nə zaman işlənir, məsələn, təyin əvəzliklər necə işlənir və sair. Bunların xırdaçı hissələrinə çox fikir vermək lazımdır ki, səhvsiz yaza bilək. Gəlin başlayaq. Mən də sizə köməklik eləyəcəm burada 10 testin üzərində. Birinci sualdan The company exploited the land for minerals. Bəzən uşaqlar deyirlər ki, burada məsələn hara baxaq? Boşluqdan əvvələmi, sonrayamı? Hər iki tərəf diqqətli şəkildə analiz olunmalıdır və hər iki tərəfə də fikir vermək lazımdır ki, nəyə əsas götürməliyik. Məsələn, burada bizdən nə istəyir? Yiyəlik əvəzliyi. Niyə yiyəlik əvəzliyi? Çünki boşluqdan sonra isim dayanıb. Əgər boşluqdan sonra isim dayanıbdırsa, bütün dünya susur, bir dənə isim danışır. Belə fikirləşin. Çünki burada minerals sözünün qarşısında mütləq ki, burada bir isim, daha doğrusu təyinatçı yerləşməlidir. Ona görə də mən yiyəlik əvəzliyini seçəcəm. Çünki variantlarda onu görürəm. It's, the, theirs, the, hers'dür. Biz bilirik ki, sonu s-lə bitən yiyəlik əvəzlikləri isimlə işlənə bilməz. Ona görə bunları çıxıram. Və C variantına baxıram. It apostrof s-i heç vaxt cümlənin ortasında, üstəgəl də özündən sonra isim şəklində verilibdirsə, bu zaman ən böyük kobudluqdakı minerals sözü cəmdə olanda bu şəkildə verə bilməzsiniz. Ona görə bu da çıxılır. Ya cümlənin başında olur, ya da vergüldən sonra işlənə bilir. Yeni bir cümlənin başında ola bilər. Çünki bu şəxssiz cümlənin baş hissəsidir də, belə deyək. Ona görə də bunu birinci çıxmalıyıq elə variantlardan. Cavabımız burada A variantıdır. Çünki Z-yə yiyəlik əvəzliyidir. Və isimlə işlənən yiyəlik əvəzliyidir. İkinci sualımıza baxırıq ki, yenə boşluqdan sonraya baxmaq məcburiyyətindəyik. Leg. Burada boşluqdan sonra isim varsa, boşluqdan əvvələ baxmağa ehtiyac yoxdur. Elə onunla getməlisiniz. Cümlənin ortasında bayaq dedim, it apostrof s dayana bilməz. Hers ümumiyyətlə özündən sonra isim qəbul etməz. Himdir obyekt əvəzliyi yenə özündən sonra isim qəbul etməz. It də cümlənin ortasında bu şəkildə gələ bilməz. Cavabımız C variantıdır. Çünki it yiyəlik əvəzliyidir və isimlə işlənən yiyəlik əvəzliyidir. Növbəti sualımız, üçüncü sualımızda yenə architecture var. Yəni bu arxitektura deyirik də, biz memarlıq var. Ona görə bu da isim olduğu üçün yiyəlik əvəzliyi seçməliyəm və isimlə işlənən yiyəlik əvəzliyi seçməliyəm. Burada 2 dənə isimlə işlənən yiyəlik əvəzliyi var. İndi onlara fikir verəcəyik. It apostrof s cümlənin sonunda gələ bilməz. Itself bu şəkildə gələ bilməz. Özündən sonra isimlə işlənə bilməz. Theirs-dəki özündən sonra isim qəbul etməz. A və D variantları arasında qalmalıyıq. Niyə? Çünki ikisi də yiyəlik əvəzliyidir. Bəs yaxşı, hansını seçək? Təbii ki, cümlədə baş olan isimimiz nədir? Yerin adıdır. Yerin adı cəm ola bilməz, xüsusi isimlər cəmlənmədiyi üçün. Ona görə their deyə bilmərəm. Onların nəyisə deyə bilmərəm. Westminster Abbey is famous for its architecture. Onun memarlığına görə məşhurdur deyirəm həmin yer. Ona görə də onun memarlığı, onların memarlığı demirəm ki, cavabımız A variantıdır burada. Dördüncü sual isə əslində asandır, amma şagirdləri ən çox çaşdıran suallardan biridir. Burada baxıram ki, nəyin altından xətt çəkilib? Təbii ki, yiyəlik əvəzliyinin yerində dayanan həmin o ismin və yaxud da ki, birləşmənin altından xətt çəkilibdir. Onda baxıram ki, marks cəmdədir və təbii ki, isimdir. Çünki burada are var, to be var. Ona görə onu xəbər kimi götürə bilmərik. İsimdir. Ona görə ismin qarşısında yiyəlik əvəzliyi dayanır. Necə yiyəlik əvəzliyi? Təbii ki, müstəqil olmayan, yəni ki, aslı yiyəlik əvəzliyi dayana bilər. Burada da təbii ki, variantlardan aslı yiyəlik əvəzliyini seçməlisiniz. Məsələn, aslı yiyəlik əvəzliklərinin sonu s-lə bitmir, biz bunu bilirik. Artıq neçənci dəfədir. Her, his, their var. Her sons deyir. Onun oğlu. Onun sözü burada sizi çaşdıra bilər. Niyə çaşdıra bilər? Çünki burada qadın cinsi veriblər. Her. Son isə kişi cinsidir. Bəs yaxşı, bunun hansı əsas? Təbii ki, apostrof s artırılan. Deyirəm ki, məsələn, Aytənin qızı məktəbdə oxuyur. Aytən məktəbdə oxumur ki, Aytənin qızı məktəbdə oxuyur. Kim əsasdırsa, apostrof s də onun üzərindədir. Ona görə də
Sons, yəni kişi cinsi burada əsasdır. Cavabımız isə his olacaq təbii ki. Her qadın cinsi, Z-də cəmdə olanda istifadə olunur. 5-ci suala baxırıq. Təbii ki, biz burada əzdi, zəndi, ordu bu kimi ipuçları var ki bizdə. Onları görəndə avtomatik mən burada zəni gördüm deyə deyirəm. Bunlardan sonra yiyəlik əvəzliyi gəlir və müstəqil yiyəlik əvəzlikləri. Müstəqil yiyəlik əvəzliklərinə baxmalıyıq. İkinci tərəfi müstəqil yiyəlik olmalıdır. Birinci tərəf isə aslı yiyəlik. Niyə? Çünki suggestion isimdir və təkdədir. İndi baxırıq bu tərəfə. Baxırıq burada aslı yiyəlik və müstəqil yiyəlik olan hissələrə. İkinci tərəfdə aslı olanları çıxmalıyıq. Maydır, yordu, hizdir. Bunları çıxırıq. Birinci tərəfdə isə müstəqil olanları çıxırsınız. Cavabımız Y variantıdır. 6-cı suala baxırıq. 6-cı sualda isə this region is famous for beautiful lakes. Lakes sözü cəmdədir. Bu yəni ki, cəmdə təkdə olmağı bizim üçün bir məna kəsb eləmir. Çox onda ilişib qalır. Ona görə qeyd elədim. Gəlin baxaq, lake sözü təbii ki, isimdir. Bu bizi əsas maraqlandırır. Beautiful sözü nəzərə alınmır. Lake sözü isim olduğu üçün nə etməliyəm? İsimlə işlənən yiyəlik əvəzliyi seçməliyəm. It's cümlənin ortasına gələ bilməz. Sonu S-lə olanları zaten çıxıram. Çünki sonu S-lə olanda artıq bilirik ki, bu müstəqil işlənən yiyəlik əvəzliyidir. İsimdən asılı ola bilməz. It's isə həm müstəqil ola bilər, həm də asılı ola bilər. Bunun heç müstəqil işləndiyi variantları mən görməmişəm. Neçə illərdir testlərin içərisindəyik. Hələ bunun müstəqil işləndiyi bir test qarşıma çıxmayıb. Yəni bunu görəndə avtomatik bundan sonra isim götürün. Ona görə cavabımız C variantıdır. 7-ci suala baxırıq. 7-ci sualda isə yenə altından xətt çəkilmiş sözlərin nə funksiyasında işlənməsinə fikir verməliyik. Polis sözü cəmdədir. Bunu birinci nəzərdə saxlayaq və thief. Thief isə oğru deməkdir. Təbii ki, bu da təkdədir. Və harda işlənib, necə işlənib? Found söz. Görürəm ki, boşluq var. Boşluq dediyim, yəni altından xətt çəkilmiş sözdən sonra heç bir isim, sifət və yaxud da heç bir şey yoxdur. Ona görə avtomatik qarşıya baxıb bunun hansı əvəzlik funksiyasında işlənməsini bir gözdən keçirməliyəm. Found xəbərdir. Biz də bilirik ki, sözünü və xəbərdən sonra yeganə əvəzlikdir ki, obyekt əvəzliyi gələ bilir. Obyekt əvəzliyinin təbii ki, hamımız bilirik necə yazıldığını, necə işləndiyini. Birinci tərəfdə baxıram ki, altından xətt çəkilmiş söz xəbərdən əvvəl gəlib. Yəni mübtadiə funksiyasındadır. Bu da şəxs əvəzliyi ola bilər təbii ki. Şəxs əvəzliyi təbii ki, cəmdə olduğu üçün hi götürə bilmərəm, hini götürə bilmərəm. Sırf oğru da ki, təkdə olduğu üçün zem götürə bilmərəm. His də ki, ümumiyyətlə yiyəlik əvəzliyi funksiyasındadır. Cavabımız D variantıdır. Baxırıq 8-ci suala. 8-ci sual da yenə bizi nə gözləyir burada? 8-ci sualda isə yenə altından xətt çəkilmiş sözlərin hansı funksiyada olmasıdır. Helen və Suzan 1 və 2. 2 nəfərdən söhbət gedirsə, təbii ki, bu Z olacaq ya da Z-yə. İndi baxacağıq. Burada özündən sonra birbaşa xəbər gəlib. Demək ki, bu mübtadiə funksiyasındadırsa şəxs əvəzliyidir. Z yəni götürə bilmərəm, şini də götürə bilmərəm. Z olacaq burası. İndi baxıram. Sözündən sonra gələn biz deyirik ki, əslində obyekt əvəzliyi funksiyasındadır. İndi baxırıq burada görək obyekt əvəzliyi funksiyasını bizə lazımdır. Bu sözünlüyə mi baxmalıyıq, yoxsa ümumiyyətlə altından xətt çəkilmiş sözə mi baxmalıyıq? Təbii ki, altından xətt çəkilmiş söz. Özündən sonra isim gəlibsə, bu da yiyəlik əvəzliyidir. Özdə isimdən işlənən yiyəlik əvəzliyidir. Ona görə də hers getdi. Cavabımız B variantıdır. 9-cu suala baxırıq. 9-cu sualda isə yenə altından xətt çəkilmiş sözlərə fikir verib. 1, 2, 2 nəfərdən söhbət gedirsə və özündən sonra xəbər birbaşa gəlibdirsə, demək ki, mübtadiə funksiyasındadır. Bunlar getdi. A və D variantı. Cavabımız B, Y, C ola bilər. İkinci tərəfdə yenə Carlson altından xətt çəkilib. Yəni burada yiyəlik əvəzliyini tapıram. Özdə müstəqil yox. Yiyəlik əvəzliyi isimlə işlənməlidir. Ona görə də hers getdi. Cavabımız B variantıdır. 10-cu sualda altından xətt çəkilmiş sözümüzün qarşısına baxıram ki, wash. Burada feil var. Təbii ki, obyekt əvəzliyi bizdən istəyir. Ona görə də cəmdə olduğu üçün it'dir, bunları çıxıram. Z şəxs əvəzliyi olduğu üçün işlənə bilməz. Z-dən sonra da isim yoxdur deyə
bu, xəttdən sonra. Ona görə götürə bilmirəm. Cavabım A variantıdır. Yenə əvəzlik bölməsi də biraz xırdaçı və, çox qeydləri olan bir bölmədir. Bunu bu şəkildə, yəni ki, 10 sualın izahına baxaraq da məncə həll eləyə bilərsiniz deyə düşünürəm və nə də suallarınız olsa WhatsApp-dan yazarsınız.